Ey Azərbaycan xalqı, bizi fəlakət gözləyir. Yahudiləri Azərbaycana buraxmayın. Başınız çox böyük bəlalar görəcək. Belə yeyib içməyə toplanmır. Gedişatı bilənlər başa düşdüyünə demək istəyirəm. Bir ara yadınızdadırmı? Bir video yayıldı. 2024-cü ildə Amerikada bir tunel tapılmışdı. Tunelin içində təmiz olmayan yataqlar, əşyalar var idi. Bu tunel yeni deyildi. 4-5 il öncə qazılmış tunel idi və orada Yahudi ayinləri keçirildiyi təxmin edilirdi. Bunlar elə varlıqdılar ki, qonaq olduqları yerə xəyanət etdilər. Özlərini məzlum göstərərək qonaq qaldıqları yeri sahiblərinin əllərindən aldılar. Bunlar elə varlıqdılar ki, uşaqları qaçırıb mafiyalıq edirlər. Niyə uşaq uğurluğu artıb? Niyə tədbir görülmür? Niyə qaçırılan uşaqların taleyi naməlum olaraq qalır sanırsınız? Bunların Azərbaycan haqqında fikirlərini özünüz dinləyin və bunu İsrail sevərlərə göndərin. Which other Muslim country is the best friends of Israel? Azerbaijan. Very good. In Azerbaijan is one city in Israel. Why? Not because they love Jews. Don't be a fool. They just know nobody will protect us. Better we'll be friends with Israel. They're strong. Tomorrow we're going to have a problem. Israelis will help us. If the Israeli will help them or not, I'm very doubted. If the Israeli will help them or not, I'm very doubted. I doubt it very much. Yaxşı, bəs bunlar niyə toplanır? Özü də Bakıda. Nəyi müzakirə edib, nə ilə bağlı qanunlar qoymaq istəyirlər? Özünüz düşünün. Susmayın, etiraz edin. Gəlin son olaraq onlar haqqında Qurandan öyrənək. Bunlar artıq Quran ayələridəki ən doğru sözlərdir. Onlar Allah ilə əhdi pozanlar, peyğəmbərləri haqsız yerə öldürənlərdir. Yer üzündə fitnə fəsad çıxaranlar, müharibə alovu yandıranlardır. Anlaşmaları pozan, əhdə xəyanət edənlərdir. Allah ilə əhdi pozduqlarına və küfürlərinə görə lənətlənənlərdir. Müsəlmanlara qarşı ən qatı düşmənlərdir. Ey iman gətirənlər, Yəhudi və xaçpərəstləri özünüzə dost tutmayın. Bu videonu özü müsəlman olub Yəhudilərə dost deyənlərə göndərin.